Bir daha hər vaxt xeyir olsun değerli izləyicilərimiz, həmkarlar, iqtisadçılar, traderlər. Yəni gördüyünüz kimi gözəl bir mənzərədir. Yəni Minəs Salam otelindəyik. Burca Arabın yanında. Yəni bugün çalışaram sizə. Bugün səhər saatlarında əslində adətən yəni çox isti olur. Bugün səhər saatlarında biraz sərin olduğu üçün biraz biz də qalın geyinmişik. Bitcoin hakkında bazar günüdür. Bitcoin hakkında biz Abu Dhabi'den geldi səhər saatlarında. Yəni Abu Dhabi'də bir gün qaldı. Yəni Emirates Palace'də, yəni möhtəşəm bir oteldə. Amma uşaqlar istədilər ki, tez bir zamanda gəlsinlər, Dubai'ye gəlsinlər və biz səhər saatda oradan bura 1 saat, yəni 1 saat 20 dəqiqəlik yoldur Abu Dhabi'dən. Emirates Palace'dən əslində havalimanından, Abu Dhabi havalimanından bizim otelə qədər, yəni 1 saat yoldur. Dubai'dəki yerləşən Minas Salama. Amma Emirates Palace'dən bu otelə qədər 1 saat 20 dəqiqəlik bir yoldur. Biz gəldik səhər saatlarında. Yəni gördüyünüz kimi qəşəng gözəl hava var. Və Bitcoin ilə danışmaq istəyirəm. Bitcoin ümumiyyətlə şənbə günləri biraz sakit olur, amma bazar günləri isə daha aqressiv olur. Yəni bugün biz gözləməliyik 84-300'lərdən yuxarı formalaşan kimi alış əməliyyatlarına gedə bilərik və 83-970'lərdən aşağı formalaşan, yəni satış əməliyyatları üçün optimal səviyyə ola bilər. Belə əzizlərim, burada biz qızıldan danışaq, yəni qızıl nə etdi və Cümə günü hansı hərəkətlər etdi? Yəni cümə günü yazdadsa biz həm VIP kanalında, həm CIP kanalında, həm Qonaqlı Telegram kanalında, həm Instagramda, YouTube'da, bütün sosial şəbəkələrdə, Facebook'da, yəni əlavə etdik ki, qızıl, yəni aşağı korreksiyası ilə 3000'ə qədər enəcək. Yəni suallar çox oldu. Hansısa məsələn, yəni orada 3020'lərdən aşağı formalaşanda, yəni satış əməliyyatları gələcək. Sual verdilər ki, hara qədər? Yəni 20 dollar nəzərə çatdırın. Təbii ki, 3000'ə qədər endi və ondan sonra yuxarı doğru istiqamətlə davam edir. Yəni 1 saatlı zaman intervalında hədəflər 3037, 3038. Təbii ki, ondan öncə 3030'lar güclü müqavimət xəttidir. Yenidən yəni 3046'ya qalxma ehtimalı ola bilər. Yəni 5-ci günün maksimumu. Amma yenə biz baxsaq, yəni ümumi istiqamətə baxsaq, siz 4 saatlı zaman intervalına bunu təyin edin və 4 saatlı zaman intervalında trend xəttini bir dənə trend xətti çəkin yuxarıdan aşağı. Yəni bunu maksimumundan aşağı və görəcəksiniz ki, yəni bu bayraq da yarada bilər. Yəni ümumiyyətlə bayraqlar yəni qalxıb bir azca aşağı, yuxarı bir dənə dərin korreksiya, sonra yuxarı. Yəni bu da bayraq yaradıb yenidən sürətlə qalxa bilər. Amma yadınızda saxlayın ki, yəni trend xətti çərçivəsində ola bilsin bu trendlə yavaş-yavaş yəni süzülərək aşağı doğru istiqamətlə davam etəcək. Amma bu dəfə satış əməliyyatları, güclü satış əməliyyatları 3000'dən aşağı gəldiyi halda 3000'dən aşağı formalaşmalıdır ki, biz satış əməliyyatlarında üstünlük verək. Belə əzizlərim, yəni bir həftə biz buradayıq sizinləyik. İnşallah görüşmə ümidi ilə. Yəni digər traderlərdən məsləhət görürəm ki, onlar da mümkün qədər yəni oturduğu yerlərdən durub bir səyahət eləsinlər və edə bilərlərsə, bacararlarsa gəlsinlər, Minas Salama gəlsinlər və yaxud da ki, Burcalı Araba gəlsinlər. Yəni necə olmazsa belə deyək də, gəlib bir havalarını dəyişsinlər, havalarını dəyişsinlər inşallah. Belə, görüşmə ümidi ilə özünüzə yaxşı baxın, sağ olun.